Cari ilin 6 ayında Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquq pozma faktı aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsi tərəfindən təşkil olunan mediatur zamanı məlumat verildi. Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanovun sözlərinə görə aşkar edilən hüquq pozmaların 4-ü cinayət, 1068-i isə inzibati xəta xarakterlidir. Azərterminal Kompleks Birliyinin Bakı şöbəsinin rəisi, Gömrük Xidməti Polkovnik Leytenantı İlknur Əliyev isə elektron gömrük bəyannamələrinin emalı prosesi barədə məlumat verdi. Onun sözlərinə görə elektron qaydada təqdim edilən gömrük bəyannamələri və müşayiət edici sənədlər yoxlanıldıqdan sonra risk müəyyən edilmədiyi təqdirdə qısa müddətdə buraxılışa yönləndirilir. Tədbir zamanı media nümayəndələrinə idarənin fəaliyyəti, gömrük nəzarəti və rəsmiləşdirilməsi proseslərinin müxtəlif mərhələləri əyani şəkildə nümayiş etdirildi. Təhlükəsizlik tədbirləri və nəqliyyat vasitələrinin texniki yoxlanılması prosesi zamanı diqqətə çatdırıldı ki, idxal olunan nəqliyyat vasitələrinin Avro 4 ekoloji standartına uyğunluğu yoxlanılır. Ölkə ərazisinə idxal olunan nəqliyyat vasitələrinin bəyan edilməmişdən qabaq, Avro 4 ekoloji sinifinin uyğunluğunun tərəfimizdən müəyyən edilməsi, həmçinin ABS sistemdir, hava yastıqlarının nəqliyyat vasitəsində mövcudluğunu tərəfimizdən yoxlanılır və onlara texniki eyniləşdirmə şəhadətnaməsi verilir. Və ardınca da idxalatçılar bizim verdiyimiz şəhadətnamə ilə və nəqliyyat vasitəsinə aid olan digər sənədlərlə birgə bəyan olunması üçün növbəti prosedura başlayırlar. Mediatur iştirakçıları daha sonra aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəsmiləşdirmə mərkəzinin fəaliyyəti ilə tanış oldular. Mərkəzin 1-ci şöbəsinin rəisi, Gömrük Xidməti Polkovniki Cavanşir Aslanov jurnalistlərə bildirdi ki, yük nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesi onların gömrük ərazisinə daxil olması ilə başlayır. Yük nəqliyyat vasitəsi əraziyə daxil olur. Əraziyə daxil olduqdan gömrük əməkdaşları yük nəqliyyat vasitəsinin sənəd toplusunu yoxlayır. Əgər hər hansı bir sənəd çatışmamazlığı yoxsa, daxil olma peçatda vurulur və rəsmiləşdirməyə yönəldilir. Əraziyə daxil olduqdan sonra mal müşahidə sənədləri ilə birlikdə bəyan olduğumuz Mərkəzi Gömrük Ekspertizasında texnik şəhadətnamə, eyniləşdirmə şəhadətnaməsi alınır. Alındıqdan sonra həmin sənəd toplusuna birlikdə Azərterminal kompleksində gömrük bəyannaməsinə tərtib olunmasına müraciət edilir. Gömrük bəyannaməsi tərtib olduqdan sonra və edilmiş rəsmiləşdirmə gömrük əməkdaşlarının sayəsində sənəd toplusu yoxlanılır. Əgər hansı bir nöqsan yoxdursa, sənəd gömrük bəyannaməsi emala buraxılır. Qeyd edək ki, mediatur gömrük sistemində reallaşdırılan islahatlar, tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, həmçinin aksizli mallar üzrə Baş Gömrük İdarəsində gömrük işinin təşkili ilə bağlı media nümayəndələrinin məlumatlandırılması məqsədi ilə keçirildi.